Bəzən biz hər hansısa bir problemin mənbəyini öyrənmədən, kimlərisə bilər bilməzdən mühakimə edirik. Əslində bu düzgün yanaşma deyil. Əlbəttə bu mövzuda çox maraqlı bir İtalyan kinosu var. Kim günahsızdır? 1952-ci ildə çəkilib, İtalyan kinosunun təsirli melodramlarından biridir. Filmin rejissoru Raffaello Matarazzo. Baş rollarda isə dövrün məşhur aktyorları Amadeo Nazzari və Giovanni Sansoni çəkilir. Filmin mərkəzində Maria adlı qadının faciəvi taleyi dayanır. O, sevdiyi insandan ayrı düşür və bacısını qorumaq üçün öz üzərinə ağır bir yük götürür. Lakin bu fədakarlıq onu cəmiyyətin gözündə günahkar vəziyyətinə salır. Ən ağrılı tərəfi isə odur ki, Maria həqiqəti izah edə bilmədiyi üçün sevdiyi insan belə ona inanmaqdan vaz keçir. Raffaello Matarazzo burada sadəcə bir sevgi hekayəsi danışmır. O, insanın başqalarını nə qədər asanlıqla mühakimə etdiyini göstərir. Filmin adı da məhz buna işarə edir. Kim günahsızdır? Bəzən insanın ən böyük günah etdiyi əməl deyil, başqasının günahını öz üzərinə götürməsidir. Maria da məhz bunun əzabını yaşayır. 1952-ci ildə çəkilməsinə baxmayaraq, film bu gün də öz aktuallığını qoruyur. Çünki dəyişməyən bir həqiqəti xatırladır. Bir insan haqqında hökm verməzdən əvvəl onun yaşadığı hekayəni bilməyimiz vacibdir.